bayağı meyxanaçılar var mı? Bilirsiniz, ümumiyyətlə o sözü konkret olarak yığışdırmaq lazımdır. Ve bu günləri Yanında bozbaş deyək. ve bu günləri yox, xeyr. Biz bayağı biraz mədəni Xeyr. Oxuya bilən var, oxuya bilməyən var. İfa eləyə bilən var, ifa eləyə bilməyən var. Bu ne söz yazıb ortaya bayağı. Ümumiyyətlə o bayağı sözünü işlədən istəyir, müğənnilər olsun, istəyir ifaslar Orxan heç olsun. kim də adını da demir. Deyirəm bayağı müğənni adı bilirsiniz Yox, də kimdir. bayağı Mən nədir? bilmirəm. Xahiş Bilirəm ha. edirəm. Olar bir dənə mən Hansı fikrimi tam musiqiyə çatdırım da, deyirlər xahiş o? edirəm. Sən deyə bilməyəndən sonra kim deyə bilər? Bayağı sözünü işlədən ifaçılarında, bayağı sözü işlədən o bəzi müğənnilərində elə bayağı hərəkətlərini görmüşük ki, hərəkətlərin ha. Hələ ifası oxumağa qalsın bir qırağa. Elə bayağı hərəkətlərini görmüşük məclislərdəki 5-10 manat pula görə. Danışmayaq da, yəni bilsən insanı danışdırmasınlar ki, danışmayaq. Yaxşıdır, hər öz işini görsün. Hər öz işinə məşğul Çox olsun. gözəl. Əladır, valla. Gözəldir. O şeylərə vaxt təsir eləyincə elə öz işlərinin üstünə çalışsalar, Vallahi. bəlkə də böyük uğurlar əldə. Planı ifası Hüseyin biraz Mahnı verəcəyik. qabartmışdı o bayağı söhbətin. Mən elə məclis olub ki, Allah təkəbbürə yazmasın. Heç vaxt olur ki, mən heç bir verilişdə deyənmərlər Orxan mənəm deyib təkəbbürü danışım. Amma qalsa təkəbbürü danışmağa o şeyin sözü olmasın. Ayağımın sağım vuraram yerə, Bakının yarısı qalxar ayağa. Bəh. Mən məclis olub ki, illərin bəstəkarı orada olub, illərin xanəndəsi orada olub. Mənim öz yazdığım əsərlərdən birini oxumuşam, yazdığım mahnılardan, musiqili meyxanadan. Deyib ki, bu kimindir demişəm mən, musiqisi kimindir demişəm mən, musiqi təəssübə demişəm yox. Deyib, nə gözəldir.